So, deməli, alqoritm mövzusunu həmişəki kimi mən şərh edəcəm öz materialım üzərindən və mənim bütün mövzularda sizə məsləhət etdiyim kimi bu mövzularda da çox vacib hissələrdən qeyd götürməyinizdir ki, həqiqətən də bu hər hansı bir başqa mövzunun izahı zamanı, daha doğrusu başqa mövzunu keçən zaman mən sizə anidən tutaq ki, desəm ki, uşaqlar, gedin alqoritmi təkrar edin. O ya Allah, indi o boyda kitabı oxuyun, söylənmə əvəzinə qısa qeydlərinizdən əsas yerləri təkrarlamaq sizə çox kömək olacaqdır. Çünki bəli, bu mövzunun da bugün də, yəni bugün deyəndə, yəni aktual olan nəzəri sualları var. Alqoritmin xassələri kimi, hansı ki, bu il ilə imtahana da düşmüşdü. Deməyək ki, əşi, belə bir sual salmazlar. Yox, asan sualların içində sala bilirlər. O zaman gəlin biz ta sıfırdan başlayaq. Mən elə nəzərə alıram ki, siz bu anlayışı eşitməmisiniz, bu anlayışdan indi tanış olursunuz. Sən ilk öncə olaraq bu dərsə başlamamışdan qabaq, birinci bu terminin hardan gəldiyini və nə kimi mənası olduğunu bilməlisən. Və təbii ki, uşaqlar, alqoritm mövzusu bizim DİM-in proqram ardıcıllığında keçsək, dekabrda falan keçərdik. Amma təbii ki, mən ikinci aydan uşağa düzgün diaqnoz qoymaq üçün ki, həqiqətən bu uşaq informatika uşağıdır, həqiqətən bu proqramlaşdırma uşağıdır, mən ona görə oktyabra salmışam. Və çox xahiş edirəm, bu mövzulardan möhkəm yapışın. Çünki 3 dənə həll tələb edən açıq sualınız belə alqoritm və Python əsasındadır ki, Pythonda bundan sonra keçəcəyik. Alqoritm anlayışının həm çox sadə, çox rahat misalları var, həm də bir o qədər düşündürücü və dəqiq misalları var. O zaman başlayaq. Alqoritm termin olaraq hardan gəlibdir? 6-cı və 7-ci sinifdə var bu məlumat. Bu termin Orta Asiyada yaşanmış Məhəmməd İbn Musa Əl-Xarəzminin adı ilə bağlıdır. Daha doğrusu onun bir əsərinin adı ilə bağlıdır. Da əsərinə əsasən Əl-Xarəzminin adına görə alqoritm veriblər. Bunun belə bir əsəri var idi, Əl-Cəbr və Əl-Müqabala əsəri. Onun əsəri Latın dilinə tərcümə olunaraq algoritmi de numero inderum kimi tərcümə olundu və məsəl Əl-Xarəzminin Hind hesabı haqqında idi ki, Əl-Xarəzmi bu əsərində bildiyimiz ərəb rəqəmləri, yəni onluq say sisteminin rəqəmlərinin yazılışı və sırf onlar üzərində alt-alta əməliyyatın aparılması qaydasını şərh edibdir. Yəni, alt-alta biz hansı əməliyyatlar edirik əsasən? Yəni, toplamadır, çıxmadır, vurmadır, bölmədir, yəni ardıcıllıq tələb edən əməllərdən söhbət gedir. Və onda biz belə deyə bilərik ki, ilk əvvəllər alqoritm deyəndə yalnız 4 hesab əməli, yəni və rəqəmlər üzərində bu hesablar mı şərh olunurdu? Bəli, cədinə bu başa düşülürdü. Amma günümüzdə artıq belə deyil, alqoritm daha geniş bir məna daşıyaraq, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün yerinə yetirilən sonlu sayda hərəkətlər ardıcıllığına deyilir. Baxın, dərsi düzgün öyrənmək, düzgün yadda saxlamaq və düzgün yerlərdə istifadə etmək önəmli şeydir. Əgər sən evdə götürüb bunu bir qayda kimi əzbərləyirsənsə, artıq bu öyrənmə deyil, əzbərləmədir və əzbər maksimum 3 gündən sonra yaddan çıxacaq. Bu qayda əzbərlənmir. Alqoritm sözünü bugün ixtisasından asılı olmayaraq hər bir peşəyə sahib olan insan istifadə edir. Məsəl üçün, bəzən alqoritm anlayışını bir biologiya müəllimi də adını çəkə bilər. Məktəbin direktoru da bunu işlədə bilər, məktəbin təmizləyicisi də bunu işlədə bilər, həkim də istifadə edə bilər, hakim də istifadə edə bilər, müstəntiq də istifadə edə bilər. Hər kəs istifadə edə bilər, ixtisasından asılı olmayaraq. Niyə? Çünki alqoritm sonlu sayda hərəkətlər ardıcıllıqdır. Nə qədər qısa, ardıcıllıqdır. Öz sonlu sayda hərəkətlər ardıcıllığıdır. Bəli. Yəni, alqoritmə xahiş edirəm, başqa, belə deyək, qayda kimi bunu belə ağır yükü altında qoymayaq. Onda deməli, biz alqoritmdə icra etdiyimiz bütün əməliyyatlara addım, proses, nə bilim, komanda, bu kimi şeylər deyəcəyik. Deməli, biz dedik ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün yerinə yetirilən hərəkətlər ardıcıllığına biz alqoritm dedik. Onda belə çıxır ki, həyatımızda icra etdiyimiz bütün hərəkətlər ardıcıllığına biz alqoritm deyə bilərikmi? Əsla, bəs yaxşı, icra etdiyimiz hərəkətlər ardıcıllığının alqoritm olması üçün
hansı şərtlər ödənməlidir? Hansı xassələr ödənməlidir? Məhz bu 4 dənə xassə. Mən bu 4 dənə xassəni bir sizə situasiya içərisində, yəni müəyyən bir vəziyyətə əsasən izah edəcəm. Bir də hər bir xassənin ipucusu sözünü deyəcəm. Mənə lazım olan ipucu sözlər odur. Mən sizə deyəndə uşaqlar, müəllimlik nədir? Həmin ipucu sözləri səsləndirəcəksiniz. İlk öncə olaraq başlayırıq xassələrin adını sadalamağa. 4 əsas xassəsi var. Müəyyənlik, digər adıyla görürsüz determinlik, ikinci diskretlik, üçüncü kütləvilik, dördüncü nəticəlilik və yaxud da sonluluq deyə bir xassələri var. Misal çəkirəm. Məsəl üçün, Jalə tutaq ki, müraciət edir ki, müəllimə, mənə köməklik göstərin. Tutaq ki, anamın ad günüdür, axşam yeməyi hazırlamaq istəyirəm anama. Mənə müəyyən bir alqoritm tərtib edin ki, mən ona əsasən yemək hazırlayım. Məsəl üçün, mən deyək ki, tələsik vəziyyətdə yazıram da və sadəcə olaraq balaca bir kağız götürürəm və başlayıram bir qoyub yazmağa ki, bir tutaq ki, məsəl üçün, Sezar salatının hazırlanması ilə bir şey yazıram. Sezar salatı yazıram. 2, məsəl üçün yazıram yarpaq dolması. 3, şirniyyatdan da yazıram ki, tutaq ki, tiramisu. Və bunu tələsik şəkildə verirəm Jaleyə. Jale bu kağıza baxmadan aparır evə və bu alqoritmi icra edə bilmir. Niyə? Hansı xassə ilk olaraq pozuldu? Alqoritmin müəyyənlik xassəsini pozduq. Niyə? Çünki deyir ki, alqoritmin hər bir addımının məzmunu, addımların yerinə yetirilmə ardıcılığı, bir sözlə, addımların özü nə olmalıdır? Dəqiq olmalıdır, aydın olmalıdır, bir qiymətli olmalıdır. Alqoritmin addımları bütün icraçılar üçün anlaşıqlı olmalıdır, eyni olmalıdır. Mən nəzərə almalıydım ki, heç həyatında Jalə yemək hazırlamayıbdır, ilk dəfə bu yeməkləri hazırlamalıdır. O zaman mən səhvimi başa düşərək, Sezar salatının tərkibini burada yazıram, yarpaq dolmasının tərkibini, tiramisu və s. Hər birinin tərkibini ən incə ayrıntısına qədər yazıram. Nəyi neçə dəqiqə bişirmək, necə doğramaqdan tutmuş hər bir şeyə qədər. Ən bəsit nümunə deyim, məktəb kitabında götürürlər yumurta qayğanağının bişirilməsi prosedurunu göstərir, tavanı çıxart, qaza qoy, qazını yandır və s. Ən kiçik ayrıntıya qədər mən yenidən Jaleyə bunları yazıramsa, artıq bu alqoritm hesab olundu. Niyə? Alqoritmin ilk müəyyənlik xassəsi ödəndi. Gördünüz? 3 dənə ipucu istəyəcəm mən sizdən müəyyənlik xassəsində. Nədir ayvalı müəyyənlik xassəsi? Deyəcəksiniz ki, ay müəllim, müəyyənlik xassəsində deyir ki, alqoritm addımı dəqiq, aydın, bir qiymətli, bir mənə olmalıdır. Bu qədər. Bura qədər aydındır. Keçdik ikinci xassəyə. İkinci xassəmiz nədir? Və ikinci xassəni pozan tərəf kim ola bilər? Artıq Jalə ola bilər. Mən öz səhvimi düzəltdikdən sonra Jalə diskretlik xassəsini necə poza bilər? Gəlin buna baxaq. Baxın, belə poza bilər ki, diskretlik xassəsi ümumiyyətcə nə deməkdir? Diskretlik deyir ki, sənə verilən alqoritmin addımlarını sən ardıcıl icra etməlisən. Hər bir addıma sonlu vaxt verməlisən. Bir addımın icrası qutarmamış o birisi addıma keçməməlisən. Məsəl üçün, normalda mən Jaləyə verdiyim reseptdə, tutaq ki, Sezarda toyuq ətinin bişirilməsinə yarım saat qoymuşamsa, Jalə onu 10 dəqiqə bişdikdən sonra, məsəl üçün, başlayır onu hazırlamağa, artıq Jalə mərhələni pozdu. Bir mərhələ bitməmiş digər mərhələyə keçdi. O zaman diskretlik mərhələsi deyəndə birinci bilməliyik ki, mərhələlər, addımlar sadə olmalıdır. Mərhələlər, addımlar yenə sadə addım, sadə mərhələ olmalıdır və hər bir addım müəyyən sonlu vaxt ərzində icra olunmalıdır. Deməli, mərhələlərin, addımların ardıcıl olması, sonlu vaxt ərzində icra olunması, sadə addım, sadə mərhələlər oldu bizim diskretliyin ipucusu. Əgər hər hansı bir ipucu ilə və yaxud da mənim çəkdiyim situasiya ilə razılaşmırsınız, səsinizi açıb fikrinizi deyin, zəhmət olmasa. Bu oldu ikinci xassəmiz. Üçüncü xassəmiz kütləvilik xassəsidir. Kütləvilik xassəsi nə deməkdir və mən bunun üzərindən sizə bir misal çəkim ki, məsəl üçün, mən tutaq ki, Sezar salatının içərisində elə ərzaqları yazmışam ki, göy olaraqmı, tərəvəz olaraqmı, toyuq əti olaraqmı, o Jalədə yoxdursa da. Eyni alqoritmik ardıcılığa əsasən ora başqa ərzaqlar əvəz eləyir.
Toyuq əti yoxdur, mal əti ilə əvəz eləyir, məsəl üçün. Kahı göyü yoxdur, ayrı una kələm eləyir və s. Məsəl üçün də pomidor yoxdur, başqa bir şey əlavə eləyir və nəticədə uşaqlar, mənim qurduğum alqoritm ümumi alqoritmdir deyə o tərkibindəki vasitələri dəyişərək elə eləyir ki, bu alqoritm üçün də yararlı olur. Alqoritm ümumi olmalıdır, deyir kütləvilik xassəsində. Əsas ipucumuzdur. Müəyyən məsələlər üçün tərtib olunmuş alqoritm həmin sinifdən olan bütün məsələlər üçün yararlı olmalıdır. Buna sizə riyaziyyatda bir misal çəkirəm. Məsəl üçün, birisi mənə deyir ki, sən mənə qayda kimi düzbucaqlının sahəsinin tapılması alqoritmini izah elə, mən onu kitabıma qoyacağam. Mən də deyirəm ki, 1, düzbucaqlı tərəfləri 7 və 8. Düzbucaqlının sahəsini tapmaqdan ötürü 7-ni 8-ə vurmalıyam. Sizcə bu qurduğum alqoritmdə üçüncü olaraq da S-i çapa verməliyəm ki, hə, sahəsi çıxsın. Sizcə mən bu qurduğum alqoritmdə kütləvilik xassəsi ödəyirmi? Mən ümumi alqoritm qurdummu, yoxsa yox? Fikrinizi deyin, zəhmət olmasa. Xeyr. Axı, siz kitabda qayda kimi görəndə xüsusi vəziyyətlər əks olunmur orada. Biz ümumi vəziyyətə əsaslanaraq sahəni tapırıq axı. Tərəfləri A və B olan düzbucaqlının sahəsinin tapılması alqoritmi A və B-nin bir-birinə vurulmasıdır və sonunda S-i çap eləyirəm. İndi deyin görüm, budur ümumi vəziyyət yoxsa budur? Görür, sağdakı. Başa düşdü? Yəni, mən bayaq 7-8 demişdim. Uşaq nə bilsin ki, 7-8 nədir o düzbucaqlıda? Amma A və B yazaraq, onun en və hündürlük olduğuna əsaslanaraq sahənin tapılması bunların hasilinin əmələ gəldiyini vurğulayıramsa, deməli, mən elə bir alqoritm qururam ki, sən istənilən düzbucaqlı üçün bunu tətbiq edərək cavabı ala biləcəksən. O zaman kütləviliyin ipucusu nə oldu uşaqlar? Alqoritmin ümumi olması və bütün məsələlər üçün yararlı olması. Aydındır? Başa düşdük? Dördüncü xassəyə gəlirik, nəticəli xassəsi. Şöyle, biz bayaq alqoritm xassəsini deyəndə nə demişdik? Qarşıya qoyduğumuz məqsədə çatmaq üçün yerinə yetirilən sonlu sayda hərəkətlər ardıcıllığı. Sonlu sayda. Bax, alqoritmin nəticəli xassəsi deyir ki, alqoritmi təşkil edən addımlar, əməliyyatlar nə olmalıdır? Sonlu sayda olmalıdır. İstəyirsən 5 addım get, istəyirsən 15 get, istəyirsən 1000 get, istəyirsən 5000 get. Nə gedirsən get, bunun bir sonu olmalıdır. Sonsuz deyə bir alqoritm olmuş. Aydın oldu. İpucuların üstündən keçirəm. 4 xassə oldu. Müəyyənlik xassəsinin ipucusu dəqiq, aydın, bir qiymətli, bir mənalı. Diskretliyin əsas ipucuları sadə mərhələ, sadə addım, sonlu vaxt, eyni zamanda addımların ardıcıl icra olunması. Kütləvilik xassəsinə keçdik. Ümumi olması alqoritm, bütün məsələlər üçün yararlı olması, nəticəlilik xassəsinə keçdik, alqoritmi təşkil edən addımların sonlu sayda olması. Bəzən nəticəlilik xassəsinə sonlu xassəsi də deyə bilirik. Sual verirəm sizə, sizcə bu alqoritmin hər hansı bir xassəsi informasiyanın xassəsində ilk keçdiyimiz mövzunun içində var ya yoxdur? Var, yoxsa yoxdur? Yox, deyirəm, yəni var ya yoxdur? Burada olan xassələr, informasiya xassələrində var idi, üst-üstə düşən xassə. Heç bir xassəsi alqoritmin informasiyanın xassəsindən üst-üstə düşmür. Sadalayırıq informasiyanın xassəsinə. Anlaşıqlıq, obyektivlik, adekvatlıq, aktuallıq, faydalılıq, etibarlılıq, dəqiqlik də deyə bilirik. Yadımıza düşdü. Görürsünüz, heç biri burada yox. Yox, çoxdur. Ümumiyyətcə, informasiyanın xassəsini sözlə, sayla deməyin. Bəzi kitabda 6 verib, bəzisində 10 veribdir ki, çoxdur xassələri. Emosionallıq xassəsi də var əslində, erişimlik xassəsi də var. Amma biz onların çox üzərinə getmirik. Aydındır? Sayla yadda saxlamayın. Elə şeylər var ki, onu sayla yadda saxlamayın. Şu an yuxarıda keçdiyimiz alqoritm xassələri idi. Bu isə alqoritmin təsvir üsullarıdır.
Alqoritmi təsvir etmək nə deməkdir? Yəni bugün sən yoldaşına hər hansı bir məsələnin hərəkətlər ardıcıllığını, ardıcıllığını göstərmək istəyirsənsə də, sən hansı yoldan istifadə edirsən? Sözlə başa salsan, düzdür? Yəni bunu zaten sən edirsən gündəlik həyatda. İkinci, bəzən elə məsələ olur ki, sən onun şəklini, sxemini, hətta cədvəlini də çəkirsən. Deməli, sən ona nə ilə izah eləmiş olursan? Qrafiki təsvirlə. Ki, bizim bugün keçdiyimiz ən aktual məsələ blok sxemlə təsvir olacaqdır ki, blok sxem, şəkil, cədvəl, sxem hamısı qrafikiyə aiddir. Sən adi həyatda heç bir yoldaşına nəyi təsvir etməmisən bilənə qədər, bunu bilənə qədər alqoritmik dillə və heç bir proqramlaşdırma dilində bir şey təsvir etməmisən. Deməli, bunu necə yadda saxlayırıq? Əzbərə yox deyirik uşaqlar. Biz bir-birimizə, yoldaşlarımıza hər hansı bir şeyin ardıcıllığını, yəni alqoritmini necə təsvir edirik? Adi sözlə, bir də şəkillə falan, qrafiki olaraq. Amma iki dənəsini alqoritmik dillə və proqramlaşdırma dilində təsviri harada öyrənilməmə dərsində. Aydındır, əzbərləmədik ki, bunu da inşallah göstərəcək sizə hansı formalardır. Proqramlaşdırma dilində təsvir deyəndə hər hansı bir proqramlaşdırma dilində. İndi bizim keçdiyimiz Python deyə biz Python dilində təsvir edəcəyik. İstənilən proqramlaşdırma dilində təsvir, alqoritmin təsvir üsullarından biridir. Bu hissələr sadəcə oxunaqlıdır. Biz bu təsvir üsullarından üzərində qalacaq, qrafiki və qrafikinin içində ən çox üzərində danışacaq blok sxem əsasında. Bəlkə mənə deyin görüm, sizcə alqoritmin şəkillə, yəni qrafiki olanın şəkillə təsvirinə siz haralarda rast gəlibsiniz? Adi həyatınızın içində deyirəm ha. Harada görürsünüz onları? Hə? Yox. Mən deyirəm təkcə şəkillə təqdim olunma, heç informatikaya hazırlığa gəlmirsiniz, oxumursunuz bu elmi. Adi insanlar belə harda görürlər? Uşaqlar, ən primitiv misal çəkim. Kinderin Ozmonun içindən çıxır iqruşkalar. Kitabın içində nəyi başa salır ki, heç nəyi başa salmır axı. Bax, ən az, ən minimal Kinderin içində şəkillər çıxır, o iqruşkanı qurmaq üçün ardıcıl. Yeni bir evə əşya alırsan, şəkillər üzərində başa salır. Və ya hazır paket yeməklər alırsan, pudingdir, püredir, supdur, bu kimi şeylər. Görürsünüz, arxasında yazı ilə yanaşı eyni zamanda nə olur? Ay sağ ol. Başa düşdü? Ay sağ ol. Hə, yox, o ayrı qadınım. Prosta mən deyirəm adi həyatımızda. Adi həyatımızda. Uşaqlar, şəkillə başa düşdüksə də artıq biz keçdik blok sxemə. Bizim indən sonra alqoritmin təsvir üsullarının bir dənə maraqlandıracaq qrafiki. Onun içində də nə blok sxem, nə şəkil bizə maraqlı deyil, nə sxem, nə cədvəl və s. O zaman gəlin baxaq görək biz çünki açıq suallarımızdan özdə həll tələb edən açıq suallarımızdan biri alqoritmdir. Məhz biz o alqoritmdə bu gördüyünüz 5 dənə fiqurdan istifadə edərək açıq alqoritm quracaq. Qapalıları da işləyəcək, amma açıq da quracaq. Onda getdik. İlk öncə olaraq mənə lazımdır ki, görüm siz bu fiqurları tam adları ilə tanıyırsınız. Bu fiqurun adı riyazi olaraq bu fiqurun adını istəyirsiniz. Bu fiqurun adı nədir? Ovaldır da. Riyazi adını istəyirəm bunun. Bu fiqurun adı nədir? Düzbucaqlı. Bu fiqurun adı nədir? Polliqram. Bu fiqurun adı nədir? Bunun adı nədir? Bu qədər sadə. Mən bunu hər dəfə sizə, baxın, siz bundan özünüzə kiçik qeydlər götürmədinizsə, mənim dediyim səhvləri çox eləyəcəksiniz. Çünki biz gələn dərsdən artıq açıq alqoritm quracaq. Mən buradan cəhd dedikcə, siz qrup tezis şəkillərini mənə atacaqsınız. Yəni, biz necə yoxlayacaq bunu? Mümkün deyil. O zaman gəlin, baxaq görək. Şərti işarəmiz rombumu,
ovalımız harda istifadə olunur? Alqoritmin başlanğıcı və sonu. Hər bir şeyin başlanğıcı və sonu olduğu kimi, hərəkətlər ardıcıllığın başlanğıc və sonu olur. O zaman ay müəllim, biz prosesin, alqoritmin başlanmasını bildirmək üçün ovalın içində nə yazmalıyıq? Başlanğıc sözünü ya bütöv, ya da baş halıyla. Alqoritmin tərkibində hər nə olur olsun, bir də bu ovalı harda yazacaq? Lap axırında, içində hansı ifadə ilə son. Uşaqlar, mən istəmirəm ki, siz romb deyirəm eləcə buna. Ovalın içində hər hansı bir başqa işlər görəsiniz. Xahiş edirəm. Bunları kobud səhv hesab edirəm və dərsi yaxşı oxumadığınızı hesab edəcəm. İkinci formamızın adı düzbucaqlıdır. Düzbucaqlıya nə deyirlər? Əməliyyatlar bloku. Nə deməkdir? Nə kimi əməliyyat edə bilirəm ki, mən alqoritmdə hesablama və yaxud da hər hansı bir dəyişənin qiymətini dəyişmək kimi, mənimsətmək kimi. Nə demək istəyirik? Yenə başa düşmürük ay müəllim. Yəni sən hər hansı bir prosesdə bir dəyişənə qiymət vermək istəyirsənsə, məsəl üçün x-ə 15 vermək istəyirəmsə də, harda verəcəm? Düzbucaqlıda. Olar ki, bir düzbucaqlı bir dəyişənə yox, bir neçə dəyişənə qiymət verim. Əlbəttə ki, olar. Vergüllə ayır və y bərabərdir 24 yaz. Mən bunun içində başa düşdüm. Dəyişənə qiymət mənimsədə bilərəm. Mənimsətmə sözünü qəribsədirsə, yəni bir dəyişənə qiymət verə bilərəm. Belə başa düşün. Amma mənimsətmə sözünə alışsanız yaxşıdır. Çünki mən buna mənimsətmə deyəcəm. Yəni, bir dəyişən bərabərdir bir qiymət, bu dəyişənə bu qiymətin mənimsədilməsi deməkdir. Deməli, biz bir düzbucaqlıda biz dəyişənə qiymət mənimsətməkdən başqa bir də istənilən hesabi əməliyyatlar eləyəcək. Məsəl üçün, yazıram. C bərabərdir x üstə gələr y. Yəni, bütün hesabi ifadələr hamısı harada gedəcəkdir? Düzbucaqlığın içində. Tamam. Başa düşdük. O zaman gəlin baxaq görək. Növbəti paralleloqramımızın adı və istifadə olunduğu yerlər. Daxil etmə və xaric etmə bloklarıdır. Verilənlərin daxil xarici olunması üçündür. Baxın. Mən bir dəyişənə qiymət daxil edirəmsə düzbucaqlıda, mən bir dəyişəni sadəcə elan etmək istəyirəm. Qiymət vermirəmsə də, eləcə elan etmək, yəni belə bir dəyişənimiz var demək istəyirəmsə də, yenə də paralleloqram içərisində verməliyəm. Bir paralleloqram içərisində 1 və birdən daha artıq dəyişən yaza bilərəm ki, vergül qoymaq şərti ilə. Ki, bilinsin ki, bunlar ayrı-ayrı dəyişənlərdir. Deməli, bu mənim üçün vacib məqamdır. Eləcə dəyişəni elan edirəmsə, qiymət vermirəmsə paralleloqram, daxil etmə bloku olaraq, yox, dəyişənə qiymət verirəmsə də düzbucaqlıdan istifadə etməliyəm. Bura qədər aydındır. Biz buna daxil etmək kimi başa düşdük. Xaric etmək nə deməkdir? Məsəl üçün, bax, bu alqoritmə görə mən çapa çıxartmaq istəyirəm C-ni. Çapa çıxma, xaric etmə eyni sözdür ki, bunları əlaqəli şəkildə yazsam, çapa çıxma hansı olacaqdır? Paralleloqram. Paralleloqramda C-ni yazmalısan. Daxil və xaric olunma, dəyişənlərin daxil və xaric olmalıdır paralleloqramın içində. Hələlik qaydasında da hər şey. Növbəti blokumuzun adı rombdur. Rombun şərti adları, simvolik adı. Şərt bloku deyirik biz buna, seçmə bloku, məntiqi bloku. Üçünü də yadda saxlayaq mı müəllim? Bəli. Çünki məsələlərdə bəzən buna şərt, bəzən seçmə, bəzən məntiqi blok deyə müraciət edirlər. Adı üstündə. Bu şərt blokudur deyə yalnız bunun içinə şərt yazılacaqdır və müəyyən şərtdən asılı olaraq bunun iki qolu olur. Adi həyatda da. Şərtimiz ya ödənir, ya ödənmir. Şərtdən asılı olaraq ya hə qolundan icra edəcəksən alqoritmi, ya da yox qolundan. Mənə vacib olan, bunun içində olan şərtləri hansı şəraitlərlə qeyd alacaq, ona getdik baxmağa. Baxın, riyaziyyat, alqoritm və Pythonda bunları fərqləndirməyə çalışacaq. Deməli, bizim burada yazılacaq olan şərtimiz hansı məntiqi ifadələrlə həyata keçiriləcək. Hə qolumuz var, bir də yox qolumuz var. Getdik. Görək riyaziyyat, alqoritm və Python hansı şərti operatorları tanıyır. Riyaziyyat böyükdür, alqoritm tanıyır, Python bunu tanıyır.
Riyaziyyat böyükdür, bərabərdir bucur tanıyır. Alqoritm də riyaziyyat kimi tanınır. Amma Python böyükdür, bərabərdir da tanıyır. Alqoritm bütün proqramlar dillərinin riyaziyyatın olduğu üçün alqoritm deyir ki, bəli, mənim bombomun içində şərtini Python'da yaza bilsən var. Amma bir Python'da sən dildə və yaxud da riyazi dildə böyük bərabər yaza bilməzsən. Riyaziyyatda kiçikdir bu cürdür, alqoritmdə də bu cürdür, Python bu cürdür. Riyaziyyatda kiçikdir bərabərdir bu cür, alqoritmdə eyni şəkildə, amma Python'da kiçikdir bərabər işarələri ayrıca yazılır. Riyaziyyatda fərqlidir işarəsi bərabərlik və üstündən xətt çəkilir. Alqoritmdə isə fərqlidir işarəsi bu cür yazılır. Kiçikdir, böyükdür işarəsi ağza-ağza olmaqla. Python isə fərqlidir, bərabərdir işarəsini nida ilə bərabərliyin bir yerdə yazılmasında görür. O zaman alqoritm bunların anasıdırsa da, ana həmişə balaların hamısının dilini bilməlidir. O zaman alqoritmin içində fərqlidir işarəsini belə də görə bilərsən, riyaziyyat dili olaraq, Python dili olaraq da belə də görə bilərsən. Aydındır bura qədər. Riyaziyyatda adicə bərabərlik münasibətini göstərmək üçün bir bərabərlikdən istifadə olunur. Alqoritmdə də bir bərabərlikdən istifadə olunur, amma Pythonda iki bərabərlikdən istifadə olunur. Bu qədər. Bura qədər aydındırsa, gəlin Python üçün niyə məhz bərabərlik işarəsinin iki bərabərlikdən ibarət olduğunu yoxlayacaq. Siz riyaziyyatda belə bir bərabərliyi qəbul edirsinizmi? Yəni, x bərabərdir, x üstə gələk 5-i riyazi kafa ilə qəbul edirsiniz ki, hə, müəllim, riyaziyyatda belə bir şey var. Edirsiniz, eləmirsiniz? Riyaziyyatda nə demək? Riyaziyyata görə bu nə demək istəyir, ay Fəxri? Deyir, bir dəyişən özündən 5 vahid böyüyünə bərabərdir. Çünki riyaziyyat buna müqayisə operatoru kimi baxır, bərabərdirmi kimi baxır. Amma baxın, məhz Pythonda bunu fərqləndirmək üçün ki, bu mənimsətmə işarəsidirmi, yoxsa müqayisədirmi, bərabərlik müqayisəsi, baxın, nə ediblər? Python deyir ki, bir dənə bərabərlik olanda bu mənimsətmə işarəsidir. Yəni, müqayisə qoyma buna, müqayisə eləmə. Mənimsətmə nə deməkdir? Yəni, x-in yeni qiyməti əvvəlki qiymətindən 5 vahid böyükdür. Məsəl üçün, x-in köhnə qiyməti 25 olsaydı, o nə deməkdir? 25 üstə gələk 5, x-in yeni qiyməti 30-dur. Mənimsətdim. Yəni, x-ə mən yeni qiymət verdim. Amma mən sizə desəm ki, x2 bərabərlik 25, indi soruçuram. 25-i baya biraz qəribə oldu uşaqlar. Mən indi sizdən bura sual qoyuram. Bu şərt qurmaq deməkdir. Sual verirəm ki, x 25-ə bərabər deyir. Amma bir bərabərlik olanda Pythonda sual vermirəm. Deyirəm ki, x-in yeni qiyməti özündən 5 vahid artığına bərabərdir. Mənimsət, tələb edirəm. Aydın oldu, başa düşdük. Müqayisə operatorlarını kim istəyirsə skrin eləsin. Çünki belə təfərrüatlı şəkildə yoxdur şeydə. Kitablarda. Aydın oldu bura qədər. Silə bilərəm bunu. Gözəl. Bu da başa düşdüsə də, bu isə altıbucaqlı dövr blokudur. Bunu misalın içində izah edəcəm. Ona görə mən keçirəm digərisi. Yuxarıdakı nə oldu bunlar? Alqoritmi qrafik təsvirində blok sxemlə təsvir etmək üçün fiqur. Alqoritm tipik strukturuna keçdik. Baxardan bir də şərh edirəm. Alqoritmin neçə xassəsi olur? 4 xassət. Alqoritmin neçə olunma, təsvir üsulu 4-dür. Alqoritmin neçə tipik strukturun növü var deyəndə 3. Xətt. Mən sizə adi həyatımızda misal çəkir, sonra riyazi misallar, sonra da blok sxemlər əsasında xətti budaqlanan və dövrünü keçək başa düşməyə. Adi həyatımızdan misal çəkirəm. Məsəl üçün, bugün yəqin ki, hər hansı bir hazırlığa hazırlaşıb getmişsiniz. Hər hansı bir hazırlığa
bir gün ərzində hazırlaşıb getməyiniz sizcə hansı növ alqoritmdir? Xətti, budaqlanan yoxsa dövri? Baxın, ümumiyyətcə bir gün ərzində deyirəmsə, bir gün ərzində nə budaqlanan, nə də dövri deyil. Niyə? Birinci xətti nə deməkdir? Deyir, əgər alqoritmdəki addımlar yazıldığı ardıcıllıqla heç bir şərtə baxmadan, heç bir təkrarlanma olunmadan yerinə yetirilirsə, buna deyirik xətti alqoritm. Deyir, hər hansı bir şərtə əsasən, hər ya da yox qoluna əsasən icra olunan alqoritmə budaqlanan deyilir. Direkt bağışlayın. İndi baxın, hər hansı bir alqoritmdəki addımlar təkrarlanarsa, bu oldu dövri. Mən sualıma bir daha baxın. Bu gün ərzində hər hansı bir hazırlığa hazırlaşıb getməyin içində nə şərt yoxdur, nə təkrarlanma. Nə qarıbsan? Əqqabını 5 dəfə giyinib soyunubsan, yoxsa kurtkanı 5 dəfə giyinib soyunubsan. Heç nə eləmirsən. Hər hərəkəti bir dəfə gedibsən hazırlığa. İndi deyirəm ki, bir il ərzində sənin hazırlığa gedib gəlməyin hansı növ alqoritm ola bilər? Ay sağ ol. Yağışın yağmağına əsasən hazırlığa gedib getməyəcəyin. Bu hansı alqoritmdir? Ay sağ ol. Şərt var, təkrarlanma yoxdur. İndi qulaq asın. Sizin həftəlik dərs cədvəliniz hansı növ alqoritmdir? Baxın, həftəlik deyəndə, yəni ümumiyyətcə həftələri nəzərdə tuturam da. Hər həftə olunan alqoritm təkrarlanır da, düz bir il ərzində təkrarlanır. Aydın olur. Ay sağ ol. Sonra, məsəl üçün, avtobusların gündəlik iş rejimi, iş cədvəli. Ay sağ ol. Təkrarlanırsa nədir? Dövri. Bax, bildiniz adi misallar nətərdir? Yəni, sırf həyatınızda olan hər bir şeyə fikir verin. Mən bugün bunu elədim. Görün, bu nə oldu? Bu oldu. Təkrarlanma varsa dövri. Şərtdən asılı olaraq hər hansı bir qolla getdinsə, budaqlanan. Yox, heç bir olmadısa xətti. Belə bir cümlə qururam ki, o cümləni biz gündə bəlkə 10-15 dənə elə cümlə qururuq. Əgər bugün yağış yağsa, onda sabah məktəbə getməyəcəm. Əks halda evdə yatacam. Bu hansı növ alqoritm oldu? Hansı növ alqoritm oldu uşaqlar? Ay, sağ ol. Əgər sözü var, şərt var və heç bir təkrarlanma yoxdur. Aydın oldu. Uşaqlar, indi gəldik riyaziyyata. Bu adi həyatdan misal çəkdik, qalsın öz yerində. Gəlin, baxaq görək. Biz riyaziyyatda hansı əməliyyatları, hansı alqoritmə aid eləyəcəyik? Qulaq asın. 2 ədədin cəmi hansı növ alqoritmə aiddir? Bəli. Xətti. Niyə müəllim? Sualına cavab verirəm. Toplananlardan hər hansı birinə dair heç bir şərtim yoxdur. 0 da ola bilər, mənfi ədəd də ola bilər, kəsr ədəd də ola bilər. Hər halda toplaya biləcəm. Təkrarlanma yoxdur ki, yox, cəmi 2 ədədi cəmləyirəm. O zaman sualıma cavab verin. 2 ədədin vurulması hansı növ alqoritmə aiddir? Uşaqlar, hamınız aktiv olun. Bu da xəttir. Heç bir məhdudiyyət yoxdur ki, vuruqlardan hər hansı biri 0 ola bilməz deyə bir şey yoxdur. Mənfi ədəd ola bilməz deyə bir şey yoxdur. Düzdür? X çıxaq Y hansı olacaqdır? Yenə xəttir. X bölək Y. Bəzən xətti, bəzən nə? Ay, sağ ol.
Bəs ay müəllim, nə zaman budaqlanan, nə zaman xətti? Baxın, uşaqlar. Bölmədə hal-hazırki vəziyyətdə, məsəl üçün, birinci vəziyyət qoyuram. Verilən vəziyyətdə məxrəcin sıfıra bərabər olma ehtimalına baxacaq ki, məsəl üçün, mən birinci misalımı belə qururam. Verilmiş ifadədə x və y natural ədədlərdir. X ilə y natural ədəddirsə də, bu bölməni mən xəttiyə yoxsa budaqlarına götürüm? Natural ədəddir dedim. Natural ədəd demişəmsə, y-in sıfır olma ehtimalı yoxdur. Məxrəcin sıfıra bərabər olma ehtimalı olmayanda biz bunu nə kimi götürürük? Xətti kimi. İndi deyirəm ki, x və y tam ədədlərdir. Tam ədəd nə deməkdir uşaqlar? Sıfır da ola bilər, müsbət də ola bilər, mənfi də ola bilər. Nə qorxusu var? Məxrəcin sıfıra bərabər olan ehtimalı. O zaman burada sən hansı şərti verəcəksən? Ay bala, y-i nədən fərqli götürəcəksən? Sıfırdan. Düzmü? Şərt olan yerdə bu hansı növ alqoritmi oldu? Budaqlanan. Bu qədər sadə. İkinci bir situativ misala keçirəm. 1 bölək 1 üstə gələk x kvadratı. Deyir ki, x tam ədəddir. Buyur. Xətti götürüm, yoxsa natural? Səbəb? Yaxşı, x natural ədəddə olsa eyni şey olacaq. O zaman 2-ni dəyişib 3 eləyirəm. Fərq eləyir, x tam ədəddir deyilişimə görə, yoxsa yox. Yenə xətti görürsünüz, yoxsa budaqlanan götürürsünüz. Bax, niyə? Dedim ki, x tam ədəddir. Tam ədəd deyəndə, siz sanki siz nə eləməlisiniz? Elə bir ibnəli eləməlisiniz ki, görün mən niyə bilərəm məxrəci sıfır eləyim. Bax, x-in yerinə tam ədəd deyir deyə mən hal-hazırki vəziyyətdə deyirəm ki, Allah, mən x-in yerinə mənfi 1 qoydum. Mənfi 1 qoyanda üstü 3. Tək qüvvətli mənfi ədədi müsbətə çevirir, yoxsa mənfi kimi saxlayır aşağılar? Mənfi kimi saxlayır. Ona görə də birin üstünə mənfi 1 gələndə, birdən bir çıxanda 0 olur. Ona görə burada nə götürməlisən şərt olaraq? X fərqlidir mənfi 1-dən. Deməli, bu ifadədə qüvvət 3 olanda, x tam ədəd olanda, sən bunu götürəcəksən nə? Budaqlanan. Amma mən belə bir ifadədə götürsəydim ki, x natural ədəddir, indi nə götürərdim? Ay, soru. Niyə? Çünki x-ə verə biləcəyin elə bir dəyər yoxdur ki, məxrəcini sıfır eləsin. Başa düşdük? Yaxşı. Gəlin belə baxaq. Kök altında x ifadəsini hansı növ alqoritmə aid eləyərsiniz? X tam ədəddir bu arada. Niyə? Hansı? Ay, sağ ol. X-i fərqli götürəcəyik sıfırdan və mənfi ədədlərdən. Aydın oldu. Rahat imiş seçmək. Bunu yalnız nə zaman eləyirik bölmələrdə? Uşaqlar, keçdik. Mən sizə dedim ki, 2 ədədin toplanması xətti alqoritmidir. İndi deyirəm ki, uşaqlar, ixtiyari 10 ədədin toplanmasını yenə deyərsiniz ki, müəllim xətti götürək, yoxsa dəyişərsiniz fikrinizi? Ay, sağ olun. Uşaqlar, 2 ədəddən artıq toplanma varsa, sən bunu dövrü götürməlisən. Niyə? Ay, müəllim, təkrarlanma hiss elədim ona görə. 2 ədədin vurulması xətti, ixtiyari 5 ədədin, 4 ədədin, 10 ədədin deyirsə, dövrü götürəcəm. Çünki sən hər hansı bir proqramlaşdırma sahəsinə yönələndə bir işə getmirsən baş vurmağa, lap tələbəsən, sənə cüzi bir sualına səni anlada bilər ki, ixtiyari 20 ədədin tapılma alqoritmini müəllim sizə sual verirlər. Xətti ilə qurarsınız, yoxsa dövrü ilə? Sən xətti dediyin anda səni heç işə qəbul eləməzlər. Çünki sənin
tənqidi deyirəm, təfəkkürünün, məntiqi təfəkkürünün yetərsiz olduğunu görəcəklər. Proqramlaşdırmada sadəcə çıxış yolu yox, asan çıxış yolu istəyirlər. Mərhələsi az olan çıxış yolu istəyirlər. Mən demirəm ki, sən ixtiyari 20 ədədi xətti alqoritmindən tapanmazsan. Niyə tapmırsan ki? Bu dəqiqə deyim üst-üstə gəl. Sadəcə daha asan yol olaraq dövrüdür. Aydındır, başa düşdük. Getdik. Riyaziyyatda bəzi anlayışlar var ki, sırf bunları xəttiyə, budaqlanma və dövrüyə aid edə bilərik. Məsələn, onlardan biri ədədi silsilə. Ədədi silsilənin nə olmadığını aranızda bilən varmı? Aktiv olun uşaqlar, xahiş edirəm, səsinizi açıq saxlayın. Ədədi silsilənin nə olmadığını, yaxşı, aranızda bilməyən yoxdur. Nədir ədədi silsilə? İlk addım 2 ilə başlayıram. Silsilə fərqi 3 olan 7 ardıcıllığı yaz deyəndə növbəti addımım üzərinə 3 gəlməkdir 2-nin 5, 5-in üzərinə 3 8, 8-in üzərinə 3 11, 11-in üzərinə 3 14 və s. kimi artan ardıcıllıqdır. Mənə deyə bilərsinizmi, ədədi silsiləni nə sayırsınız? Xətti, dövrü yoxsa budaqlanan? Şərt hardadır? Şərti harda duydun, hiss elədin? Mənə də göstər. Nəyimiz var? Nəyimiz oldu burada? Super. Müəyyən silsilə fərqi ilə ədədi artırdım. Hər dəfə eyni işi gördüm. Təkrarlanma var deyə. Bu nə oldu? Dövrü. İkinci, həndəsi silsilə. Bunun hansı versiyasıdır? Bu silsilə fərqi ilə artırsa, o silsilə vurğu ilə artır. Bu səfər silsilə vurğu 3-dür, ilk həddim 2-dir. Növbəti 8, 9, 10, 20 həddi tapmaq üçün 3-ə vura-vura gedirəm. 2-ni 3-ə vuraram 6. 6-nı 3-ə vururam 18. 18-i 3-ə vururam 54. Bu məqamla davam eləyirəmsə, təkrarlanma varsa, həndəsi silsilədə dövrüdür. Üçüncü gəldik. Bəlkə bilirsiniz, ya bilmirsiniz, bilmirəm. Faktorialın tapılması. Faktorialın tapılması. Nədir faktorial? Hansı işarə ilə göstərilir? Nida. 5 faktorial o deməkdir ki, 1-dən 5-in özü də daxil olmaqla hasil. Yenə təkrar vurulan ədədlər görürəm deyə dövrü. Məsəl üçün, n faktorial desəm, 1-dən n-ə qədər hasil. Nədir? Dövrüdür. Dördüncü, heç bəlkə də adını eşitmədiyiniz riyaziyyatda Fibonacci sırası. Fibonacci sırası nədir? İlk 2 həddi bir-birlə başlayır. Bunu özümdən vermirəm, ha. Ədəd silsilə ilə həndəs silsilənin özüm vermişdim. Fibonacci sırf budur. İlk 2 sırası bir-birlə başlayan. Növbəti sıradakı ədəd özündən əvvəlki 2 rəqəmin cəmi ilə davam edən. 1 ilə 1-in cəmi 2, 2 ilə 1-in cəmi 3, 3 ilə 2-nin cəmi 5, 5 ilə 8, 8 ilə 5-in cəmi 13, 13 ilə 8-in cəmi 21. Hara qədər gedəcəm? Sonsuz sayda davam edir. Yenə də Fibonacci sırasında da eyni digərləri kimi təkrarlı olma olduğuna görə nə götürdük bunu? Dövrü. Anlaşıldı mı? Başa düşdükmü? Bildiniz bu anlayışlar olacaq. Əla. Məsəl üçün, uşaqlar, hər hansı bir kvadrat tənlik yazaq. AX kvadratı üstə gələk BX üstə gələk C. Mən sizə desəm ki, X-in hər hansı bir tam qiymətində bu funksiyanın hesablanması hansı növ alqoritmə əsaslanır? Xətti, budaqlanan yoxsa dövrü? Nə deyərsiniz? Çünki bölmə yoxdur. Həm də ki, X-in hər hansı bir qiymətini verəcək. Yerində qoyub hesablayacağam. İndi deyirəm ki, X-in 5-15 aralığındakı qiymətlərində bu funksiyanın hesablanması hansı növ alqoritma dayanır? Nə deyərsiniz? Nə var burada? Şərt harda qarşılıqlar burada? Mən niyə görmürəm?
X-in 5-15 aralığındakı qiymətlərində baxacam. Qiymətlərində. Nə demək istəyirəm? Jale, mən sənin səsini niyə eşitmirəm, Jale? Niyə? Buyur. Hə, uşaqlar, fikirləşin görək. Bu nədir? Uşaqlar, görün nə dedim. X-in ixtiyari tam ədədində bir dənə ədəddən söhbət gedir. Bir dənə ədəd qoyub eləyəcəm. Görün mən burada X-in neçə dənə ədədində baxacam. Ay sağ ol, 5-15 aralığında görün neçə dənəsinə baxacam. Mən burada 15-dən 5 çıxacam, üstünə 1 gələcəm. X-in 11 dənə qiymətində bu funksiyanı reallaşdıracamsa, bir şeyi 11 dəfə eləmək nə deməkdir? Təkrarlanma. Aydın oldu? Başa düşdük? İndi deyirəm ki sizə. İndi heç birini demir uşaqlar. Heç bir şey yoxdur. Eləcə deyir ki, bu funksiyanın tapılması hansı növ alqoritmə əsaslanır? İndi deyin görüm nə fikirləşərsiniz. Heç nə yoxdur. Niyə? Yaxşı, sən belə bir funksiyanın hesablanmasını riyaziyyatda nəyə əsasən hesablayırsan? Uşaqlar. Ay sağ ol, ay sağ ol. Diskriminanta əsasən və verilmiş diskriminantın sıfırla müqayisəsinə əsasən şərt var. Sıfırdan böyük olanda neçə həllə olur? 2. Sıfıra bərabər olanda neçə həllə olur? Neçə olur? Nə oldu? Diskriminantı yaddan çıxardırsınız. Verəcəm mən materiallarına bir-bir baxarsınız. Uşaqlar, verilmiş kvadrat tənliyin, eləcə x-in hər hansı bir tam qiyməti, bir neçə qiyməti demirsə də, eləcə verilmiş kvadrat tənliyin həllinin əsasını soruşursaq, xəttidirmi, budaqlanandırmı, dövrüdürmü, o zaman deyirik ki, kvadrat tənliyinin diskriminantı əsaslanır deyə, diskriminantın da sıfırla müqayisəsinə əsasən. Diskriminant sıfırdan böyük olanda 2 kökü. Diskriminantın sıfırla olanda 1, yəni eyni kökü olur. Diskriminant sıfırdan kiçik olanda isə həlli yoxdur deyirik. Aydın oldu. Bax, ona görə eləcə kvadrat tənlik veriləndə diskriminanta əsaslanaraq deyirik ki, bu budaqlanandır. Uşaqlar, gəldik xətti alqoritmin ümumi strukturuna. Sizcə, burada bir dənə şeylə deyim sizə. Mənim materialımda sağ ol qızım. Çox sağ ol. Xətti ümumiyyətlə mənim materialımda 2 nöqtə bərabərlik işarəsi görəndə buna məhəl qoymayın yaxşı. Əvvəllər magistr tipli kitablarda mənimsətmə işarəsini fərqləndirirdi alqoritmdə. Sizdə eləmir deyə ehtiyac yoxdur. Nəsə eləcə bərabərlik kimi görün. Amma bu blok sxemdə bloku kimi nəzərdə tutun. Yaxşı, paralleloqram kimi. Все, bu qədər. İndi mənə deyin görün. Bax, bu xətti alqoritminin strukturudur. Sizcə bu 6 dənədən xətti alqoritmdə heç vaxt görməyəcəyiniz işarələr hansı işarələr olacaq? Birdə dedik, xəttidə nə olmaz? Təkrarlanma olmaz. Bir də şərt olmaz. Ona görə siz xətti alqoritmin strukturunda heç vaxt rombu və altıbucaqlını görməyəcəksiniz. Hal-hazır ki, qurulmuş çox sadə xətti alqoritm sizcə bizə nəyi hesablayıb verir uşaqlar? Baxın görək. S nədir? Aha. Yəni nə görürük? Daxil olunan
2 ədədin cəmini hesaplayan və çapa verən alqoritm. Alqoritmin bilsiz bir şeydir, nə qəşəkdir. Siz özünüz şərtə əsasən quracaqsınız. Diliniz açılacaq, elə gözəl açılacaq ki. Görürsünüz, gördüyünüzü ifadə eləyənmədiniz mənə. Amma görürsünüz ki, ay müəllim, daxil etmə blokunda hər hangi bir A ilə B daxil olmuşdur. Hesab blokunda A ilə B cəmlənib və C-yə mənimsədilibdir və C də çapa verilibdir. Görürsünüz, bunu deyəmirsiniz dolğun, amma görürsünüz. İnşallah ki, beyninizdən keçənləri demişəmdir. Düzdür? Maşallah, bu qədər. Gəldik budaqların alqoritmə. Bir də onu bilin ki, xətti alqoritmdə heç bir mərhələni atlamadan, baxın, diskretlik xassəsidir ha burada. Diskretlik nə idi? Bütün mərhələlər ardıcıl icra olunmalıdır. Diskretlik xassəsinə əsasən xətti alqoritmdə bütün mərhələlər verildiyi ardıcıllıqla icra olunur. Nə şərt yoxdur içində, nə də təkrarlanır. Budaqlanan alqoritm nə deyir? Mütləq budaqlanan alqoritmdə həmişə görəcəyiniz hansı blok olmalıdır? Romb. Romb olmayan yerdə budaqlanandan söhbət gedə bilməz. Yaxşı. O zaman budaqlanan alqoritm nə deyir? Verilən şərtdən asılı olaraq ya hə, ya da yox qolu ilə nəticəyə varırıq. İndi bir buna baxın, görün. Bu, nəyin hesablanması alqoritmidir? Nəyin tapılması alqoritmidir? Bax, bu qurulmuş var. X ilə Y-ə əsasən qurulmuş alqoritm. Nəyin tapılması alqoritmi? Nəyin? Yox. Ümumi misal kimi. Bax, burada bu dəqiqə nə iş gedir? Nə iş görülür bunun içində? Bu hansı prosesi bizə əks elətdirir? Aha. Bax, bu nə deyirsə burada? Sual verir, yoxsa nə deyir bu buradasa? Nədir? Nəticədə maksimum bu iki dəyişəndən nəyini alır? Bu iki dəyişəndən iki qiymətin nəyini alır? Nəyini hesablayır? Və yaxud cəmini almışdı. İndi nəyini hesablayır? Uşaqlar, X ilə Y daxil olmuş. Sonra soruşulur. X Y-dən böyükdür. Hə olsa, maksimum özü bir dəyişən adı kimi gedir. Maksimuma mənimsədirik X-in qiyməti. Çapa çıxacaq X-in qiyməti. Yox. X Y-dən böyük deyilsə, soruşursan, X Y-dən böyükdür. Yox deyirsənsə də, maksimum alır Y-in qiymətini və sən çapda artıq Y-in qiymətini maksimuma verirsən deyə çapa Y çıxır. Deməli, bu alqoritm daxil olunmuş iki ədəddən ən böyüyünü yoxsa ən kiçiyini çıxartmaq məqsədi bunun ekrana. Ay, sağ ol. Göz qabağındadır. Yerinə qoyub da fikirləşə bilərik hətta. Aydındır. Gəlin sizlə belə bir şey eləyək. Bax, bu gördüyünüz budaqlananı adi dildə necə yaza bilərik? Azərbaycan birdə ingilis dilində yazmağa çalışacaq. Aydındır. Getdik. Deməli, birinci adi dilinə necə ifadə edəyəcəm? Daxil et nə? X, Y. Düzdür? Getdik. Azərbaycan dilində biz şərtə necə müraciət edirik? Əgər X böyükdürsə Y-dən. Uşaqlar, şərtimizin bir yerinə yetirildiyi, yəni bir hə qolu var, bir yox qolu var. Sizcə hə qolu onda deməkdir, yoxsa əks halda deməkdir? Onda, yəni hə qolundakını ondanın qabağında yazıram ki, maksimum bərabərdir X. Arxasını buradan yazacağım. O zaman əks halda nə deməkdir? Yox qoludur. Yaxşı. Salda nə yazılıbdır? Maksimum dəyərinə mənimsət Y-dir. Gördünüz bir blok sxemi adi dildə necə yazdım? İndi gedirəm
bir də burada bir şey var ki, nəticəni çap elə, yəni burada axırda da deyir, nəticə maksimum çap olunsun. Nəticə maksimum. İndi ingilis dilinə yazırıq. Əgər ingilis dilində nə deyirik? If x böyükdür y, ondaya biz ingilis dilində deyirik then maksimum bərabərdir x. Əks halda nə deyirik? Else. Else yəni. Maksimum bərabərdir y. Aydın oldu. Başa düşdük. Bura qədər anladıq, necə elədik. Adi dilə necə gətirdik strukturu. Aydın oldu. İkinci sualı var hər hansı bir yerindən. Hələ. Uşaqlar, bu da da özü bilir. Hansı ki, strukturuna baxanda, tərkibində bir dənə romb görürsənsə, bu olur sadə budaqlanan. Tərkibində 2 dənə və 2-dən artıq romb olursa, buna deyirik mürəkkəb. Aydın oldu. Budaqlanan strukturun özü 2 cür olur aşağılar. Burada gördüyünüz kimi tam formalı budaqlanma, bu isə natamam formalı budaqlanma. Tam formalı budaqlanmaya da baxanda görürsən ki, şərt ödənildikdə bir əməliyyat, ödənilmədikdə isə başqa əməliyyat keçirir, yerinə yetirərək sona doğru gedirsən. Natamam budaqlanma isə adına uyğun olaraq, şərt ödənildikdə bir əməliyyat, ödənilmədikdə isə heç nə icra etməyərək sona gedirsən. Alqoritmi natamam saxlaya bilməzsən, ha? Sadəcə olaraq deyirsən ki, hə, şərt ödənildikdə nəsə bir şeyini yetirirsən, ödənilməyəndə heç nə. Mən də belə bir cümlə qururam. Görün, qurduğum budaqlanan tamdı yoxsa natamam. Sabah yağış yağsa, onda məktəbə getməyəcəm. Tamdı yoxsa natamam? Niyə tamdı? Bax, şərtimi bura qoyuram. Yağış yağsa. Şərtim yağış yağsadır. Yox, fikrini elə qatma. O şərtdir. Yox, sən şərtə qatma. Tam deyil, yox. Mən şərt qoyuram. Yağış yağsa, sual qoydum. Əgər yağış yağsa, onda məktəbə getməyəcəm. Onda qolu sizlə danışdıq ki, nə qoludur? Hə qoludur. Əməliyyat olaraq nə icra eləyəcəm? Məktəbə getməyəcəm. Getməyəcəm. Uşaqlar, mən deyirdim ki, bunun əks halında, yəni əks haldası nədir? Yağış yağmayanda. Mən sizə dedim ki, əks halda evdə yatacam. Nə bilim də, nə bilim məktəbə gedəcəm. Heç nə demədim, görürsünüz. İndi cümlə qururam. Əgər yağış yağsa, onda məktəbə getməyəcəm. Yağış yağsa deyirəm, getməyəcəm. Əks halda məktəbə gedəcəm. Deməli, yağış yağsanın əks halı nə olur? Yəni, yağış yağmayacaq da. Onda da buna qarışam, məktəbə gedəcəm. Aydın oldu. Başa düşdük. Konkret buna fokuslanın ki, sizə bir şərt veriləcək. Şərt ödənsə, siz tam formalıda. Şərt ödənsə, əməliyyat biri icra edib sona yaxınlaşacaqsınız. Da şərt ödənibdir, buranı eləmişəm, buranı qayıdıb eləmirəm, ha. Bir qolla gedirəm. Çünki bu xəttə alqoritm deyil. Bütün mərhələlər icra olunmur. Şərtdən asılı olaraq hər hansı bir mərhələni seçə bilirsən. Şərt ödənməsə də burayla gedəcəksən. Aydın oldu. Amma natamam formalı budaqlanmada nə arayacaqsan? Şərt ödənəndə hə qolu ilə gedib hər hansı bir əməliyyatı icra edib yaxınlaşacaqsan. Ödənmədikdə heç nə etməyərək sona yaxınlaşacaqsan. Amma son həmişə var alqoritmdə. Bir dənə bunu yadda saxlayın. Aydın oldu. Əla. Getdik dövrə alqoritmlərə. Dövrə alqoritmlər neçə yerə bölünür aşağılar? Parametrə görə, bir də şərtə görə. Nə deməkdir bunlar? Bilirəm, rəyinizdən keçə bilər ki, böyle bir dərs çox oldu, nəzəriyyəsi falan filan. Bir ümumi nəzəri hissələrini mən bugün deməliyəm ki, siz növbəti dərsə bunu həzm eləyəsiniz ki, sonra hesab hissələrinə keçək. Uşaqlar, dövrə alqoritmlərin 2 tipindən istifadə olur. Necə budaqlanan 2 yerə ayrıldı? Natamam, bir də tam. Eyni şəkildə təkrarlamalardan ibarət olan dövrə alqoritm 2 tipindən istifadə olunur. Birinci parametrə görə olan, buna biz modifikasiyalı da deyirik və eyni zamanda biz indən sonra Python'da keçəni buna nə deyəcəyik? Sayğacılı alqoritm. Və digər növü isə şərtə görə olan dövrə alqoritm.
Sonra sizə misalən bir həyati misal gətirib. Bir də ümumiyyətcə bilin ki, parametrə görə olan dövrlə şərtə görənin fərqi nədir? Baxın, parametrə görə olan dövrü alqoritmlərdə deyir ki, dövrün gövdəsinin təkrarlanmalarının sayı əvvəlcədən verilir. Yəni, sən bilirsən ki, qabaqcadan bu alqoritmi 5 dəfəmi, 10 dəfəmi, yəni saya bilirsən. Adi sayğac sözü nə deməkdir? Yəni, sayğac deyirik də, nə isə ölçən, nə isə sayan, düzdür? Ona görə biz buna sayğaclı alqoritm deyirik. Bir dəqiqə başlayayım. Soyundurmayalım. İndi uşaqlar, adi həyatdan mənə misal gətirirəm. Bu nə deməkdir ki, dövrün gövdəsini necə saya bilərik qabaqdan? Məsələn, adi həyatda biz icra elədiyimiz gördünüz ki, hərəkətlərin əksəriyyəti təkrarlanır. Məsəl üçün, deyək ki, ay Jalə, misal çəkirəm sənin üzərindən. Tutaq ki, yay vaxtıdır. Məsəl üçün, ana, nənə ev mürəbbə bişiribdir də, deyək ki. 30 banka, məsəl üçün, mürəbbə bişiriblər. Və mama deyir ki, Jalə, bunları tutaq ki, yığ padvala. Düzdür? Jalə fikirləşir ki, mən bunu bir-bir aparası deyiləm. Jalə deyir, 5-5 aparsam yaxşı olar. Jalə, sən onu 5-5 aparsan hər gedişatda, bu alqoritmi neçə dəfə icra eləyərsən? Deməli, qarşında 30 dənə banka var. Sən hər gedişatda 5 dənə banka götürəcəksən. Sən bunu neçə dəfə reallaşdıracaqsan? Ay, sağ ol. Deməli, gördün biz dövrü necə saya bildik ya uşaqlar. İndi bunun misal tipində də dövrü qabaqcadan saya biləcəyik. Dövrü qabaqcadan saya biliriksə, təkrarlanmaların sayını məlum olursa, biz buna nə deyirik? Parametrə görə və yaxud da sayğaclı dövr deyirik. Digər bir misal çəkirəm. Jalə, evdə bir qonaqlıq oldu, stolun üstü kirli qablar, yemək, içmək. Sən yenə bilirsən ki, sən onu bir dəfə yığmayacaqsan. Yenə bilirsən ki, icra edəcəyin alqoritm dövrü olacaqdır. Amma bu səfər burada saydığımız kimi uşaqlar, deyə bilirik ki, biz o stolun üstünü neçə dəfə yığa biləcəyik. Deyə bilirik, yoxsa yox? Ay, sağ ol. Onda ortaya şərtə görə olan alqoritm girir ki, deyir burada dövrün gövdəsinin təkrarlamaların sayı əvvəlcədən məlum olmur. Onda biz Jaləyə nə kimi alqoritm qura bilərik dövrü, nə kimi şərt qura bilərik? Jalə, nə qədər ki stolun üstü kirlidir, sinini götür, stola yaxınlaş, sinini doldur, mətbəxə get. Yenə, nə qədər ki, görsən şərtim nədir? Nə qədər ki stolun üstü kirlidir. İndi Jalə qoçaq qız olacaqsa 3 dəfəyə, tənbəl qız olacaqsa 10 dəfəyə bunu yığışdıracaqdır. Aydın oldu. Misal üzərində başa düşdük. İndi bunu həyatı bir misal deyirəm. Bu misallar üzərində icra edəcəyik. Uşaqlar, birinci şərtə görədən başlayırıq. Şərtə görə hansı oldu? Dövrün gövdəsinin sayını qabaqcadan bilmədik. Şərtə görə olan dövrü alqoritm özü də 2 yerə bölünür. Ön şərtli və son şərtli. İndi baxın, siz ön şərtli və son şərtlini hansı alqoritmə oxşadınız? Mən sizin əvəzinizə deyim, budaqlanan alqoritmə oxşatdınız. Budaqlanan alqoritmlə şərtə görə olan dövrü alqoritmi fərqləndirmək üçün mütləq bunların qollarına baxmalısınız. Budaqlanan alqoritmlər, oxlar aşağıda gəlir və yekunlaşır. Amma şərtə görə olan dövrü alqoritmlərdə nə baş verir? Baxın. Ox neynir uşaqlar? Geri qayıdır bir də, geri qayıdır bir də. Görürsünüz bu döngünü. Necə?
Yəni görürsüz də geri qaydan oxu. Görürsüz də, ay sağ ol. Struktura baxanda sən biləcəksən ki, ay müəllim bu şərtə görədir, özü də ön şərtlidir. Sual verəcəm. Ay bala, nə bildin bu ön şərtlidir? Dövrün gövdəsindən qabaq şərt gəldi. Ay bala, bu niyə son şərtlidir? Dövrün gövdəsindən sonra gəldi. Aydın oldu. Burada əvvəl, burada sonra. Bir də yarışıqlar. Bu da oldu parametrə görə olan. Parametrə görə olan dövrü və şərtə görəni inşallah tamamən siz əsas nədir? Strukturu bilin, nəzəriyyəni bilin. Mən inşallah növbəti dərsdə bunu sizə tam misallar üzərində izah edəcəm. Yaxşı? Hələ bundan sonra 2-3 dərsimiz alqoritmə həsr olunacaqdır. Oldu uşaqlar. Bugünlük bu qədər. İnşallah növbəti dərs suallarımıza baxaraq elə başlayarıq. Sonra alqoritmlə davam edərik. Mən indi sizə nə göndərəcəm? Siz mənim yadıma salmamış, mən sizə deyim. Siz durmursunuz kompüterin qabağından, telefon qabağından. Mənim sizə göndərdiyim bir səhifədən ibarət olan bir gün say sistemini atacağım, bir gün kodlaşdırmaya. Həll edib mənə atırsınız. Aydın oldu. Razılaşdıq. Həll edib mənə atmayın. Deyin ki, müəllim, cavabları atın, yoxlayaq. Gələn səfərdə səhvlərimizə baxacaq. Aydın oldu. Bəli, bəli, buyurun. Uşaqlar, gəlin belə razılaşaq. Mən sizə hər dərsdən sonra atdığımı mənim dərsimə qədər hazırlayın. Olar elə? Vəsə, əla, oldu. Onda heç bir sualınız yoxdur. Sağ olun. Bəli, bəli, Koderadan işləyəcəksiniz. 10.1, 10.2.